Su anbarlarında keçən ilki dövrlə müqayisədə ümumilikdə 1,5 milyard kubmetrdən çox su ehtiyatı toplanıb. Suvarma suyu ilə təminatda çətinliklər gözlənilmir. Son vaxtlar intensiv yağan yağışlar nəticəsində çaylarda sululuq artıb. Bu, ölkə ərazisindəki bütün çaylarda, əsasən dağ çaylarında, o cümlədən Kür və Araz çaylarında müşahidə edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin regional su meliorasiya xidmətinin baş məsləhətçisi Sarvan Ağayevin sözlərinə görə, su anbarlarında kifayət qədər su ehtiyatı mövcuddur. Hazırda su anbarlarında 20 milyard kubmetrdən çox su ehtiyatı var. Azərbaycanda iri və xırda həcmli ümumilikdə 149 ədəd su anbarı var. Və bu su anbarlarının ümumi su tutumu 23 milyard kubmetrdir. Hazırda su anbarlarında kifayət qədər su ehtiyatının toplanması keçən illəri, ötən il 19 milyard 895 milyon kubmetr su ehtiyatı toplanmışdırsa, hazırda 20 milyard 254 milyon kubmetr su ehtiyatı toplanmışdır su anbarlarında. Çaylarımızda suların sərfi artmışdır və bu əsasən Kür çayında özünü daha çox göstərir və bu Kür çayı üzərində bildiyiniz kimi bizim 4 ədəd su anbarlarımız var və bu ölkənin ən böyük su anbarlarından biri olan Mingəçevir su anbarıdır, bu çayın üzərində yerləşir. Hal-hazırda sel daşqın sularının zərərsiz ötürülməsi üçün Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmi də artırılmışdır ki, bu da Kür çayında suyun artmasına səbəb olmuşdur və hal-hazırda bu tənzimlənən formada həyata keçirilir. Kür çayında suyun sərfi tənzimlənir. Sarvan Ağayev qeyd edib ki, yay aylarında əkin sahələrinin suvarma suyu ilə təmin olunmasında, eləcə də Azərbaycanın rayonlarında əhalinin içməli su ilə təmin edilməsində çətinliklər gözlənilmir. Lakin bu, suya qənaət yanaşmasını diqqətdən kənarda qoymamalıdır. Suya qənaət həm ətraf mühitin qorunması, həm də gələcək nəsillərin su ehtiyatının təmini baxımından vacibdir. Unutmaq olmaz ki, təbii su ehtiyatları məhduddur. İqlim dəyişiklikləri isə su çatışmazlığını artırır. Suyun hər damlası dəyərlidir, qənaət isə məsuliyyətdir.